müharibənin gedişində, yəni 2-ci Dünya müharibəsinin gedişində əsas müharibə baxın 39-da başladı, 45-də bitdi. Amma bir var Böyük Vətən müharibəsi. Böyük Vətən müharibəsi deyəndə 1941-45-də. Amma Dünya müharibəsi 39-da başladı. Almaniya qisasçılıq siyasəti, revanşizm istəyirdi burada. Yəni düzdür, yaponlar da ərazi itirmişdilər 1-ci Dünya müharibəsindən. Onun üçün onlar da Almaniya tərəfdən 1-ci Dünya müharibəsində yaponlar Almaniyaya qarşı idi. 2-ci Dünya müharibəsində üçlük paktında iştirak edirlər. Üçlük paktı 1940-cı il Almaniya, İtaliya və Yaponiya arasında bağlanmışdı. Və onlar, yəni Antantaya qarşı Fransa, İngiltərə və SSRİ-yə qarşı idi və burada müharibə 45-ci ilə kimi davam etdi. 45-ci ildə artıq müharibə Yaponiyanın sentyabr ayında təslim olması ilə başa çatırdı. Müharibənin gedişində, yəni 2-ci Dünya müharibəsində əsas burada mühüm döyüşlər var. Məsəl üçün Moskva döyüşüdür 1941-ci ildə Barbarossa planı, ildırım sürətli plan puça çıxırdı. Bunlar qışa qədər Arxangelsk, Həştərxan Arxangelsk istiqamətinə çıxmalıdırlar. Lakin burada bu Barbarossa planı, yəni ildırım sürətli plan puça çıxmışdı. Deməli ikinci bir məsələ nə idi? Almanlar 1-ci Dünya müharibəsində Parisi tuta bilmədilər, amma 2-ci Dünya müharibəsində Parisi tutmuşdular və Hitler burada şəkil çəkdirmişdi. Paris qülləsində, Eyfel qülləsinin yanında şəkil çəkdirmişdi. Deməli, Almaniyanın böyük, belə deyək də, sənayesinin olmasına baxmayaraq, 1-ci Dünya müharibəsində olduğu kimi, 2-ci Dünya müharibəsində də məğlub dövlət kimi çıxmışdı. Və 2-ci Dünya müharibəsində əsas hansı belə deyək də, konfranslar çağırılmışdı. Birinci Tehran konfransıdır. 1943-cü ildə SSR-nin rəhbəri Stalin, Amerika Birləşmiş Ştatlarının prezidenti Franklin Roosevelt, bir var Amerikada Theodore Roosevelt, bir də var Franklin Roosevelt. Theodore Roosevelt 1901-1909-dur. Franklin Roosevelt isə 1933-1945-ci ildir. Deməli, Franklin Roosevelt və İngiltərənin baş naziri Churchillin iştirakı ilə çağırılmışdı Tehran konfransı. Almaniyaya qarşı ikinci cəbhənin açılması haqqında qərar qəbul edilmişdi. Növbəti, belə deyək də, konfrans Yalta konfransı idi. 1945-ci ildə olmuşdu. SSR-nin rəhbəri yenə Stalin, ABŞ prezidenti yenə Franklin Roosevelt və eyni adamlardı. İngiltərənin baş naziri Churchill idi. SSR və ABŞ İngiltərə başçılarının ikinci görüşü oldu. Konfransda müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərarı alınırdı. Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal olunmalı idi və sonra ona qarşı, Almaniyaya qarşı bir sıra tədbirlər həyata keçirəcəkdilər. Stalin bundan başqa Cənubi Saxalın, Kuril adaları, Manchuriyadakı dəmir yolu və Port Arturun SSR-yə verilməsini tələb edirdi. Bundan başqa həmin ildə, yəni 1945-ci ildə San Fransisko konfransı çağırılır və Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə nəticələnmişdi. Yəni BMT 1945 San Fransiskoda, Amerika Birləşmiş Ştatlarında yaradılmışdı. Deməli, sonuncu, yəni növbəti konfrans Potsdam konfransı idi. Potsdam konfransı da yenə 45-dədir. Deməli, 3 dənə konfrans Yalta, San Fransisko və Potsdam konfransı 1945-də olub. Sonuncu Potsdam konfransında 1945-ci ildə baş vermişdi. Bu zaman Böyük Britaniyanın baş naziri Etli idi. Amerika prezidenti Truman idi. SSR idi, Stalin idi. Deməli, Stalin həm bu 4 dənə konfransın 4-ündə də iştirak edən təkcə Stalin olub. Ancaq sonuncuda Potsdamda İngiltərə ilə ABŞ-ın rəsmiləri dəyişilmişdi. Deməli, konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyən etmək idi. Paytaxt Berlin daxil olmağı Almaniya ərazisi 4 işğal zonasına bölündü və ərazisi 4də birini itirmişdi. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən edildi və yarısı SSR-yə verilməli idi. Yaxşı, onda keçək sual-cavaba. 1914-cü il Almaniyada, yəni Almaniya 1914-cü ildə Belçika və 1939-cu ildə Polşaya hücum etməsi ilə nə baş verdi? Dünya müharibəsinin başlanması mənim. Yox, Belçika deyil axı birdə. Belçika deyil. Birinci Dünya müharibəsində 1914-cü il
Almaniyanın Belçika 1939-cu ildə Polşa hücum etməsi ilə kimlər Almaniya müharibə elan etdilər? Hə. İngiltərə və Fransa. Bəli. İngiltərə və Fransa hər iki dövlət Antantadan sonra bütün konfranslarda, döyüşlərdə birgədilər. Növbəti sual. Şimal və qış müharibələrinin oxşar cəhətləri. Hər ikisi müəllim 39 noyabrından 40-cı ilə qədər davam etməsi, 40 martına qədər. Və hər ikisində ruslar Baltik dənizində, yəni bu hissə var ha, burada bir sıra əraziləri ələ keçirdilər. Mən də görsənmirəm müəllim ekran. Sonra bilirəm donub, çünki kayıt gedir. Woodrow Wilsonun 14 maddəsi və Atlantika xartiyasının oxşar cəhəti. Mən bu Woodrow Wilson əsasında sülh imzaladılar. Yəni buna əsasən müharibənin taleyi həll oldu bu ikisinin əsasən. Belə deyək də, xalqların öz müqəddəratını tanımaq hüququnun bəyan edilmələri. Edilməsi. Yəni Bəli. bunlara əsasən təşkil olunmuşdu. 1870-ci il və 1940-cı illərin oxşar cəhəti. Kimlərin müharibəsidir? 1870 yadınızdadsa bir döyüş deyirdik, Sedan vuruşması. Sedan, hə. Və 1940-cı il vuruşması. Kimlər arasında oldu və kimlər qalib gəldi? Almanya, Fransa arasında. Bəli. Almanlar qalib gəldi. Qələbə qazandı, bəli. Bəli. Somma və Kursk döyüşlərinin oxşar cəhəti. Tanklardan istifadə edilməsi. Tanklardan istifadə olunması. Və kimlərin məğlubiyyəti? Almanların təbii. Almanlar məğlub oldular, bəli. İkinci Dünya müharibəsinin gedişində SSR və ABŞ-ın oxşar cəhəti. Hər ikisi müəllim deməli gedişində təbii ki, Antanta tərəfdən çıxış etmələri idi. Başqa. Müharibə. Başqa daxili siyasətə aiddir. Daxili siyasətinə aid. Hər ikisində öz vətəndaşlarına qarşı sürgün siyasəti həyata keçirmələri. Stalin dövründə repressiya qurbanları idi. Hətta ona görə ölkənin əsgərləri də zəifləmişdi. Bəli. Həm ABŞ, həm SSR İkinci Dünya müharibəsində gedişində öz vətəndaşlarına qarşı sürgün siyasəti həyata keçirmişdilər. Millətlər Cəmiyyəti və BMT-nin oxşar cəhəti. Hər ikisinin müəllim iş prinsipi Potsdam konfransında, Yalta konfransında müəyyənləşdirilmişdi. Millətlər 45-ci ildə. Hər ikisi yəni sülh və dostluq bəli. İstəyirdilər, bəli. İş prinsipləri. 1939-cu il Almaniya və 1941-ci il Yaponiya oxşar cəhəti. Müharibə başlaması, İkinci Dünya müharibəsinə başlaması. Həm başlaması, həm də kimlərlə müqavilə bağladı? Hər ikisi bir-birinə hücum etməyəcəklərinə dair təminat verdilər. O şeydir, Rusiya ilə. SSR, bəli, 39-da Almanlarla Molotov-Ribbentrop, 41-də Yaponiya ilə SSR bir-birinə hücum etməyəcəklərinə dair müqavilə bağladılar. 1918 və 1945-ci illərdə nə baş verdi? Deməli 18-ci ildə müqavilələr əsasən ölkələrin müharibədən çıxmasını deyə bilərik, deməli. Bəli.